Salam, bugün hamının çoxdandır gözlədiyi, yeyildiyi son günə qədər bayatlamayan, xırçıltısı pozulmayan, ətirli şor qoğalı hazırlayacağım. Əgər maraqlıdırsa, sona qədər izləməyi unutmayın. Bu qoğalın fərqli tərəfi ondan ibarətdir ki, yeyildiyi son günə qədər xırçıltısını itirmir. Elə isə biz başladıq. Qeyd edim ki, istifadə etdiyim ərzaqların miqdarını açıqlama bölməsində yerləşdirəcəm. Əvvəlcə aparanı, yəni xəmirin mayasını hazırlayıram. 200 mg-lıq stəkanın yarısından da az, hardasa 3-4 xörək qaşığı ilıq suyun üzərinə 1 çay qaşığı un, yarım çay qaşığı şəkər tozu, yarım çay qaşığı maya əlavə edib qarışdırıram və aparanı gəlməsi üçün kənara ayırıram. Bu arada mən xəmiri hazırlayıram. Bunun üçün yarım kiloqram unun üzərinə 1 çay qaşığı duz, 1 çay qaşığı şəkər tozu, yarım çay qaşığı sarı kök əlavə edib quru məhlulları qarışdırıram. Qarışımın üzərinə 2 yumurtanın sarısını, 200 mg-lıq stəkanın yarısından da bir barmaq aşağı ilıq su və südü, 70 qram 25%li xamanı əlavə edib unla birlikdə qarışdırıram. Qoğalın xırçıltılı olmasının ən vacib nüanslarından biri bura sirkə əlavə etməkdir və mən bir xörək qaşığı sirkəni, 2 qat qabaran aparanı və 70 qram ərinmiş kərə yağını əlavə edib xəmir yoğurmağa başlayıram. Qeyd edim ki, xəmir nə yumuşaq, nə də ki bərk, orta teksturalı, ələ yapışmayan olmalıdır. Mən doymaq unundan istifadə etmişəm. Verdiyim ərzaqların miqdarı isə tam olaraq doymaq unu ilə hesablanıb ölçülmüşdür. Yəni siz əgər başqa undan istifadə etsəniz, bu ərzaqların miqdarı sizdə artıb və yaxud da azala bilər. Hazır olan xəmirin üzərini streçləyib, yarım saatlıq xəmirin gəlməsi üçün gözləyirəm. Xəmir gələnə kimi mən içliyi hazırlayıram. İçlik üçün bizə 1 xörək qaşığı üyüdülmüş raziyana, 1 xörək qaşığı cirə, yarım çay qaşığı sarı kök, 70 qram otaq şəraitində yumuşalmış kərə yağı və 1 çay qaşığı dolu duz əlavə edib qarışdırıram. Mən burada istiot əlavə etməyi unutdum. Birazdan unla birlikdə istiotu da əlavə edəcəyəm. Qeyd edim ki, istifadə etdiyim duzun miqdarı şərti deyil. Yəni siz öz zövqünüzə uyğun duzu artırıb və yaxud da azalda bilərsiniz. Və 1 stəkan unu, yarım çay qaşığı qara istiotu əlavə edib içliyi qarışdırıram. Gördüyünüz kimi içliyi yaxşıca ovaraq umaçalına salıram. İçində topaclar qalmamalıdır. Və içliyi ovucumun içində sıxıram. Əgər ovucumun formasını alırsa, demək ki, içliyi artıq qovurmaq üçün tam hazırdır. İçliyi qovurmaq üçün başqa bir qaba əlavə edib ocağın üzərinə qoyuram. Və gördüyünüz kimi əlimi dayandırmadan içliyin topac qalmaması üçün spatula vasitəsilə içliyi tavaya yayaraq bu formada qovurmağa davam edirəm. Rəngi dəyişib ətri bütün evi bürüdükdə demək ki, içliyimiz hazırdır. Hazır içlik qovurğa kimi qovrulmalı. Ovucumuzla sıxdıqda ovucun formasını almamalı, yəni əlimizi açdıqda dağılmalıdır. Belə qovrulmuş içliklə bişən qoğal heç vaxt mədədə göynəmə hissi buraxmır və içlikdən qalarsa, siz onu saxlama qabına əlavə edib soyuducuda aylarla, hətta 1 ilə kimi mühafizə edə bilərsiniz. İndi isə keçirik qoğalın qatlarını yağlamaq üçün yağı hazırlamağa. Öncədən əridib tərkibindəki ayranını süzdüyüm 400 qram kərə yağının üzərinə 70 qram bitki yağı əlavə edib qarışdırıram. Yaxşıca qabarıb həcmi 2 qat artan xəmirimizdən maya qoxusunun gəlməməsi üçün əlimlə basaraq xəmirin havasını alıram. Xəmiri kündələrə ayırıram. Tərəzi vasitəsilə xəmirdən 118-119 qramlıq 9 ədəd kündə hazırlayıram. Kündə
Kündələri yayarkən yaxşı açılsın deyə üzərlərini streçləyib 5 dəqiqəlik dinləndirirəm. Bu arada mən yaydığım xəmirləri yerləşdirəcəyim dəzgahın üzərini bitki yağı ilə yağlayıram. Kənarda kündələri yayacağım dəzgahın üzərini unlayıram və kündələri bir-bir yaymağa başlayıram. Və yayaraq açdığım kündələri öncədən bitki yağı ilə yağladığım dəzgahın üzərinə qoyaraq ehmallıca cırılmadan əlimlə dartaraq kənarlara doğru çəkirəm. Əritdiyim kərə yağı ilə birinci qatın üzərini yağlayıram. Və beləcə 9 kündəni də açaraq, yağlayaraq üst-üstə yığıram. Ən sonuncu qatı da yağlayıb xəmirin kənarındakı səliqəsiz hissələrini kəsib çıxarıram. Açdığım xəmirləri 2 barmaq enində uzun şəritlər formasında kəsirəm. Kəsdiyim şəritlərin hər hansı bir başından ortasına qədər içlikdən səpirəm. Siz istəsəniz içliyi sona qədər səpə bilərsiniz. Bizdə içlik bol sevilmədiyi üçün mən belə etdim. Bir şey də nəzərinizə çatdırım ki, əgər siz içliyi sona kimi səpsəniz, mənim kimi belə bolluca dolu-dolu səpməyin. Seyrək formada yüngül səpin ki, ola bilər ki, qoğal bişərkən içlik çox bol olarsa, yaxşı şişməyə bilər. Və gördüyünüz kimi içli səpdiyim rulonları darta-darta sona qədər rulet formasında bükürəm. Qoğalın qatlarının incə kövrək olmasını istəyirsinizsə, bükərkən onu əks istiqamətdə geriyə doğru dartaraq bükməlisiniz. Və lentin sonunu qoğalın altı olacaq hissəsinə qatlayıram. Qoğalın alt hissəsindən ovucumun içi ilə ehmalca basaraq qoğalı yastılayıb forma verirəm. Forma verdiyim qoğalların bişərkən gözəl şişməsi üçün 5 dəqiqəlik üzərlərini streçləyib dinləndirirəm. Və bu arada mən qoğalların üzərinə çəkmək üçün yumurtalı qarışımı hazırlayıram. Bir ədəd yumurtanın üzərinə 1 xörək qaşığı bitki yağı əlavə edib süzəndə çırparaq yumurtanı süzürəm. Yumurtanı belə süzüb pürüzsüz halda qoğalın üzərinə çəkərkən qoğal bişdikdə üzərinin qatları tək-tək sayılacaqdır. Fırçanı qoğalın üzərinin qatları istiqamətində, yəni dairəvi formada qoğalların üzərinə çəkirəm.
Üzərlərinə qara çörək otu səpib bişirmək üçün sobaya göndərirəm. Konveksiya rejimində 160-170 dərəcədə üzərləri qızarana qədər bişirirəm. Və budur, artıq o ləzzətli, xırçıltılı, möhtəşəm, ətirli qoğallarım hazırdır. Bu reseptlə hazırlayacaq olan hər kəsə nuş olsun. Əzizlərim, sizə mənimlə birlikdə iş təklifim var. Artıq siz də evdə oturaraq pul qazana bilərsiniz. Bunun üçün aşağıda yerləşdirəcəyim linkə keçid edərək iş haqqında ətraflı məlumatı şəxsən mənim özümdən öyrənə bilərsiniz. Siz artıq məni burada ekranın sağ küncündə aşağıda yerləşdirəcəyim Instagram adresimdən də günlük maraqlı paylaşımlarımla, storylərimlə izləyə bilərsiniz. Bu günlük bu qədər. Yeni videolarımda görüşənədək hələlik.